Necə varlanım? İndi səhifəmin adı Varlan olduğuna görə küçədə olur da görür kimsə bəzən tanıyır. Elə bir ilk görənlər çox vaxt soruşur ki, necə varlanım? Bax bu sualı verir. İndi mən bir neçə faktlar deyəcəm. Özü sonda nəticə çıxardasınız ki, necə varlanasınız. Halbuki mən bunu hər belə soruşub təsadüfən tanıyana açıqlayıb orada deyə bilmirəm. İndi o sualın cavabını deyəcəm sizə. Deməli, bax, dünyada faktiki tamamlanmış, yəni 1 milyon az deyəndə 1 milyonu keçən insanların hər 100 nəfərdən cəmi biri, yəni çox ən az ehtimalla maaşa işləyənlərdir. Yəni ki, varlanmaq istəyirsə gərək maaşa işləməyəsiniz. İndi mən davam edəcəm. Siz də yaza bilərsiniz ki, neyniyən adamlar daha tez varlanır. Hər 100 nəfərdən, yəni bir dənə də ən sonda 100 nəfərdən 75-i necə varlanır onu deyəcəm. Burada daha çox ehtimal var da, yəni varlanmağa. İndi yavaş-yavaş deyirəm. Məsələn, hər 100 nəfərdən 3-ü necə varlanır? Birini dedim əmək haqqı. İndi baxın da, əmək haqqı işləyirsinizsə şansınız çox azdır. Hər 100 nəfərdən 3-ü, yəni idmançılardır, mədəniyyət işçilərdir, uğurlu insanlardır. Onlar da varlanır. Hər 100 varlıdan artıq varlanmış adamlardan hər 100 adamdan 3-ü bu sahədə idmançılar, mədəniyyət işçilər. Hər 100 varlı olanlardan 6-sı miras qalıb bunlara. Bax, bu yol da var da. İndi sizə hardansa miras gələ bilərsə, onunla da varlana bilərsiniz. Sonra hər 100 nəfərdən 15-i bunlar investorlardır. Müəyyən sahədə investisiya qoyurlar. Yatırımlar eləyirlər və işləmədən onlar da varlana bilir. Amma ən yüksək rəqəm var. Yazan olduğu kimlərdir bunlar? 75-i hər 100-dən, məsələn 100-lər doldu da 25-ini dedim, dağıtdım. Qaldı 75. Ən çox şanssız olan iş adamlarıdır.